70 yaşlı Sərxana sizləri salamlayır. Bugün yaşlaşanda necə makiyaj edəcəm, onu göstərmək istəyirəm sizlərə. Deyilənə görə bu effekt tam qocalığı göstərir. Başlayaq. Birinci təbii ki də tonalini. Üzümə artıq nəmləndirici vurmuşam. Qırışlarım çoxdur deyə tonalini biraz örtücülü olmalıdır. L'Oreal. Belə biraz vuraq. Axşam da qonaq çağırıblar bizi. Ona görə də hazırlaşaq. Dizi əlimlə vurmaq istədim. Nəyə görə deyim. Qırışlarım çox olduğuna görə bütün qırışlarımı hiss eləmək istəyirəm. Amma əslində kistiçkamı unutmuşam. Ona görə də əlimlə vururam. Keçən dəfə çox adam soruşdu ki, L'Oreal'ın tonallisi necədir? Bəyəndim. Rəngini də məncə düzgün seçmişəm. İndi tam dəriyə oturandan sonra görəcəksiniz ki, tam mənim rəngimdir. Hələ ki ağ görsənir. Tonalli dəridən bir damcı ağ olmalıdır, düşünürəm. Amma tam matdır da, tez quruyur. Usbet eləyib tətbiq edə bilmirəm üzümə. Əsasda alnım, qırışda alnım. Yadınıza gəlirsə deyirdim ki, botoks eləmək lazımdır. Deyirdiniz, yox de. İndi bütün qırışlıyam, görürsünüz. Elə bir 80 yaşım var. Belə tonalimi vurdum. Əslində mənə quru tonal olmaz. Çünki dərim çox qurudur. Sadəcə nəmləndirici vururam deyə düşünürəm ki, pis qalmır. Üstündən isə pudra vururam. Alnım biraz yağlıdır. Və əsas şəkildə alnıma vururam. Və gözaltı. Belə. İstəyirdim düz liner vurmayayım. Sonra deyirəm ki, yox. Liner məncə yaraşar. Təzə aldığım bu paleti istifadə edəcəyik indi. Başlayaq. Birinci dəfə də istifadə edirəm, bilmirəm necədir. Burada həm rumyana var. Görürsünüz, belə şəftalı rəngindədir. Mən videoda necə görsənir, amma çox gözəl rəngi var. Açıq rəngdə xanımlara, dərisi açıq olan xanımlara vopuşu çox yaraşardı. Və belə bir highlighterımız var. Kistiçkanın arxa hissəsi ilə biraz burada vururuq. Mən xoşlamıram ki, tonalinin üstündə zərlər olsun. Mən xoşlayıram ki, sadəcə parıltı versin. Belə. Nəsə elə bilirəm ki, makiyajım olmur. Bu paleti o vaxtları Rossmanndan almışdım. Ya Olivia'dan almışdım. Olivia'dan almışdım. 100-cü illərdə. 2025'də. İndi isə bu paleti gözümüzə vururuq. Sizə demişdim, bu paleti çox sevirəm. Ona görə də hələ də saxlamışam. Üstündən 40 il keçməyinə baxmayaraq.